Salam. Unudulmazların bu dəfəki buraxılışında sadəcə idmandan yox, barışdan, birlikdən və iradədən danışacağıq. Bəzən bir oyun sadəcə qalib gəlmək üçün oynanılmır. Bəzən bir forma, bir stadion, hətta bir top hansısa xalqın gələcəyini dəyişdirə bilir. 1995-ci il Regbi Dünya Çempionatında olduğu kimi. Həmin turnirin final matçı təkcə idman yox, bütün bəşər tarixinə yazıldı. Dünyanı dəyişdirən sadəcə alimlər deyil. Sosioloji cəhətdən də bunu bacaran çox önəmli isimlər var. Xüsusilə qaradərili insanların ağdərililərin zülmündən qurtulma mübarizəsində önə çıxan bir ad var. Nelson Mandela. Dünyanın ən nüfuzlu dövlət adamlarından sayılan Mandela, Cənubi Afrika Respublikasında irqi ayrı-seçkilik sayılan apartheid rejiminə son qoyaraq bütün irqlərin eyni şəkildə təmsil olunduğu bir demokratik dövlət yaratdı. Və bütün bunların reallaşması bir idman oyunu vasitəsilə həyata keçirildi. Lakin əvvəlcə gəlin tarixə boylanaraq irqçiliyin kölgəsində illərlə parçalanmış Cənubi Afrikaya virtual səyahət edək. Cənubi Afrika Respublikasında uzun müddət 1948-1994-cü illərdə irqi ayrı-seçkilik sayılan apartheid rejimi tətbiq olunub. Apartheid rejimi Cənubi Afrikada uzun 10 illiklər hökm sürdü və əhalinin 90%-i qaradərili insanlar təşkil edirdi. Hakimiyyət isə ağdərili insanlarda idi və onlar bütün əllərində olan imkanlarla qaradərili əhalini özlərindən kənarda saxlamağa çalışırdı. Yəni qaradərililər ayrıca çimərlikdə istirahət eləməli idilər, ayrıca nəqliyyat vasitələrindən istifadə eləməli idilər. Onların ayrı məktəbləri, yaşadığı hətta rayonlarda kənarda olmalı idi. Yəni bütün bunlar qaradərililərin haqlarının tamamilə məhdudlaşdırılmasına gətirib çıxarmışdı. Həmçinin qaradərililər seçkilərdə iştirak edə bilmirdilər. Rejimin tətbiq olunduğu əsas idman növü isə reqbi idi. Bu idmanda qaradərili insanlar ikinci sinifə aid edilirdi. Niderland mənşəli ağdərililər isə ölkədə, siyasətdə, hətta idmanda da əsas söz sahibi sayılırdılar. Ancaq Nelson Mandela adlı şəxs xalqın illərlə bu rejimə qarşı mübarizə aparmış lideri kimi adını tarixə yazdı və bunun böyük hissəsini həbsxanada həyata keçirdi. Nelson Mandela 27 il ərzində apartheydə qarşı mübarizə etdiyinə görə həbsxana həyatı sürdü və həbsxanadan çıxandan sonra və prezident seçiləndən sonra ağdərili əhali təşviş içində idi. Onlar düşünürdülər ki, cənab Mandela hakimiyyəti ələ alandan sonra onlara qarşı repressiyalar yerinə yetirəcək və qisas alacaq onlardan. Amma Nelson Mandela'nın elədiyi, atdığı addım çox böyük şücaət tələb edirdi. Çünki o, onun əvəzinə barışıq, ədalət və sülh simvoluna çevrilməklə əhalini birləşdirməyə çalışdı. Və maraqlıdır ki, bu istiqamətdə gördüyü işlərdə onun seçdiyi əsas alət reqbi idman növü oldu. Bəs Mandela kim idi? Həyat hekayəsi 1918-ci ildən başlayan xilaskar Cənubi Afrikanın kiçik bir kəndində dünyaya gəlib. Cənubi Afrikada ilk vaxtlar onu Madiba adı ilə çağırırdılar. Qısa müddət ərzində Cənubi Afrikada qaradərili vətəndaşların oxuya biləcəyi tək fakültə olan hüquq bölməsində aldığı təhsillə diqqətləri öz üzərinə çəkdi. Hələ 20 yaşında Afrika Milli Konqresinin Gənclər Təşkilatının rəhbəri seçildi. Nelson apartheid rejiminə qarşı səsini ucaldan ilk insanlardan biri idi. Başlanğıcda o, dinc etirazlarla sistemə qarşı çıxırdı. 1956-cı ildə Mandela 155 siyasi fəal ilə birlikdə vətənə xəyanətdə günahlandırıldı. Lakin 4 il davam edən məhkəmədə onun günahsız olduğu ortaya çıxdı. İrqi ayrı-seçkiliyin daha da artdığı 1960-cı ildə 69 qaradərilinin öldürülməsi ilə məşhur olan Sharpeville qətliamından sonra Mandela və silahdaşları mübarizənin sərt mərhələyə keçməsinin vacib olduğunu anladı. (1961-ci ildə Mandela Afrika Milli Konqresinin silahlı qolu olan Millətin Qılıncı adlı təşkilat yaratdı. Lakin bir il sonra həbs olundu və 1964-cü ildə Rivonia məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edildi. O, Robben adasında, daha sonra isə Polsmur və Viktor Vertser həbsxanalarında 27 il məhbus həyatı yaşadı. Mandela'nın həbsi beynəlxalq aləmdə geniş əks-səda doğurdu.
Cənubi Afrikaya qarşı iqtisadi sanksiyalar tətbiq edilməklə yanaşı, idman sahəsində də boykotlar həyata keçirildi. Nelson Mandelaya azadlıq hərəkatı dünyada böyük dəstək qazandı. Tətbiq olunan sanksiyalar Cənubi Afrikanın əsas idman növlərindən biri olan reqbidən də yan keçmədi. Cənubi Afrika Reqbi Birliyi hər nə qədər Dünya Reqbi Birliyinin üzvü sayılsa da 1960-1990-cı illər aralığında bir çox yarışlarda iştirak etsə də beynəlxalq yarışlardan kənarda qaldı. Ümumiyyətlə reqbi Cənubi Afrikada ağdərili insanların oyunu hesab edilirdi və bütün qaradərili insanlar da yığma komandaya qarşı oynayan bütün rəqibləri azarkeşlik edirdilər, çünki onlarda nifrət yaradırdı bu komanda. Cənubi Afrika millisi 1987-ci ildə ilk və 1991-ci ildə ikinci dəfə təşkil olunan Reqbi Dünya Kubokunda da iştirak edə bilmədi. Lakin hökumət daha sonra təkcə idman və reqbiyə görə deyil, tətbiq olunan rejimə görə bu sanksiyaların həyata keçirildiyini anlayıb, həbsdə olan Mandelaya güzəştə getmək qərarına gəldi. Onlar sülhün Mandela ilə bərpa olunacağına inanırdılar və öncə 1980-ci illərdə onun həbsxana şəraitini xeyli yumşaltdılar. Daha sonra isə 1990-cı ildə son qərar verildi. Mandela 27 ildən sonra azadlığa buraxıldı. 1994-cü ildə isə Cənubi Afrikada ilk dəfə olaraq bütün əhali seçkilərdə iştirak etdi və Nelson Mandela ölkənin ilk qaradərili prezidenti seçildi. 1948-ci ildən etibarən tətbiq olunan apartheid sistemi Cənubi Afrikanı dünyadan demək olar ki, təcrid etmişdi. Mandela isə bilirdi ki, barış üçün keçmişlə üzləşmək vacibdir. O, qisası deyil, birliyi seçdi. Reqbini yalnız bir oyun kimi deyil, ölkənin gələcəyi üçün bir alət kimi gördü. Hətta ölkənin simvolu olan milli komandanı qorumağa nail oldu. Bu, bəlkə də ən sərt tənqidlərə səbəb olan, amma cəsarətli qərarlardan biri idi. Həbsxana həyatına qədər Nelson Mandela özü də reqbi ilə məşğul olub aktiv olaraq və həqiqətən də bu idman növü bir çox insanları birləşdirir. Təkcə Cənubi Afrikada yox, bütün ölkələrdə həm kasıb təbəqə, varlı təbəqə, bugün siz baxsaz meydançada kasıb ailələrdən və varlı ailələrdən olan uşaqlar bir yerdə reqbi oynayırlar və bu oyun həqiqətən də insanları birləşdirir. Mandela dövlətin başına keçdikdən sonra əhalini anlayış və əf yolu ilə birləşdirməyə qərar verdi. Prezidentliyi dövründə ağdərililərin arasında populyar olan reqbini milli birliyin simvoluna çevirməyə çalışdı. 1995-ci il Reqbi Dünya Kuboku sadəcə idman turniri deyildi. Bu, Cənubi Afrika Respublikasının tarixi üçün dönüş nöqtəsi, milli kimliyin yenidən qurulmasının simvolu idi. Mundial ilk dəfə olaraq Cənubi Afrikada keçirildi. Bu, apartheid rejiminin rəsmən sona çatmasından sonra ölkədə keçirilən ilk böyük beynəlxalq idman tədbiri idi. Reqbi Cənubi Afrikada əsrlərlə ağdərililərin idmanı kimi qəbul olunmuşdu. Yaşıl qızılı forma və ceyran loqosu Springbok adlı milli komandanın rəmzləri idi. Bu rəmzlər isə həm də apartheidi xarakterizə edirdi. Mandela bu simvolu məhv etmək əvəzinə birləşdirici gücə çevirmək yolunu seçdi. O, ağdərililərin sevdiyi millini qoruyub saxladı və onları dəstəkləməklə barış mesajı verdi. Sport can create hope where once there was only despair. Bu komandada əsas diqqəti çəkən isə kapitan François Pienaar idi. Mandela, Pienaarın Cənubi Afrika reqbi komandasının əsas fiquru olduğunu anlayıb, onunla görüşmək qərarına gəlir. Bu görüş hər iki tərəfdə müsbət məqamlar yaradır. Kapitan Mandelanın simasında dəyişməyə doğru gedən bir ölkə görür və məsuliyyətinin nə qədər artdığını hiss edir. Ancaq həmin dövr üçün Cənubi Afrika milli komandasının işləri o qədər də yaxşı getmirdi. Uzun illər komandaya tətbiq olunan sanksiyalar millinin performansını olduqca zəiflətmişdi. 1990-cı illərin əvvəllərində isə Ian McIntosh'un rəhbərliyi altında komandanın nümayiş etdirdiyi oyun azarkeşlərdə inamsızlıq və qəzəb yaratmışdı. Onlar artıq milli komandada rəhbərliyin, baş məşqçinin, hətta oyunçuların belə dəyişilməyini tələb edirdilər. Etirazlar 1995-ci il Reqbi Dünya Kubokundan əvvəl öz bəhrəsini verdi. Cənubi Afrika Reqbi Birliyinin yeni rəhbəri təyin olunan Louis Luit milli komandanı Kits Christie'yə əmanət etdi. Christie çox sərt və rəqibləri qarşısında geri addım atmayan, xüsusilə də müdafiəsi ilə diqqətləri öz üzərinə çəkən bir kollektiv formalaşdırdı. 1995-ci ildəki Dünya Kubokunda isə milli komandanın olduqca maraqlı sloqanı var idi.
Çox asan, ancaq eyni zamanda təsirli. Tək ölkə, tək komanda. Kits Christie həmin il Rumuniyada təşkil olunan 19 yaşlıların dünya çempionatında komandada qaradərili idmançıların olmasını tələb etdi. O, bu addımı millidə perspektivli qaradərili reqbiçilərin yetişdirilməsi üçün atdı. Çünki o dövrdə millidə yalnız Chester Williams seçilirdi. Nelson Mandela tək François Pienaar ilə yox, Chester Williams ilə əlaqəni də gücləndirmək istəyirdi. Çünki bu komandanın birliyinə qaradərili əhalinin üzvləri də şübhə ilə yanaşırdılar. Nelson Mandela prezident seçiləndən sonra onlar Springbok millisinin adının, formasının, rənglərinin, ümumiyyətlə bütün fəlsəfəsinin dəyişdirilməsini tələb edirdilər. Lakin Mandela artıq Springbokun təkcə ağdərlilərə yox, bütün ölkəyə aid olduğunu bildirmişdi. 1995-ci il Dünya Kuboku isə Cənubi Afrika üçün bir dönüş nöqtəsi oldu. Nelson Mandela elan elədi ki, biz heç nəyi dəyişməyəcəyik və bugünə qədər bu negativ bir assosiasiyalar yaradırdısa, bundan sonra yığma komanda, onun forması və adı yalnız gələcəyi, sülhü və barışığın rəmzinə çevriləcək. Düşünürəm ki, məsələ strategiya idi Nelson Mandela tərəfindən, çünki o komandanın kapitanını dəyişməyərək və François Pienaarı kapitan olaraq komandada görmək istədiyini bildirərək və onunla görüşərək ona etimadını bildirdi. İzah elədi ki, yəni mən bu komandaya inanıram, sənin kapitan olaraq bu komandanı yüksəklərə daşıya biləcəyinə inanıram və məhz prezidentlə dialoqdan sonra François Pienaarda möhkəm bir ruh yüksəkliyi əmələ gəldi və o komanda ilə görüşüb bildirdi ki, prezident bizə inanır və hətta dedi ki, Nelson Mandela bizim bacardığımızdan daha da artığını etməyimizi istəyir bizdən və həmin bu irqçilik sisteminin çökməsi ilə bağlı Beynəlxalq Reqbi İttifaqı Dünya Kubokunu simvolik olaraq Cənubi Afrikada keçirilməsinə icazə verdi. Yəni bu jesti etdi bu ölkəyə qarşı. Xüsusi olaraq çempionatın əvvəlində Kits Christie ilə yeni mərhələyə qədəm qoyan milli komanda ilk görüşündə Avstraliya qarşısında olduqca vacib qələbə qazandı. Ardınca Rumıniya və Kanadanı məğlub edən Car millisi qrupu məğlubiyyətsiz və lider kimi başa vuraraq 4-1 finalda Qərbi Samoanı məğlub etdi. Daha sonra Fransadan güclü olan Springbok həlledici görüşdə favorit sayılan Yeni Zelandiyaya rəqib oldu. Yaşıl qitə təmsilçisinin heyətində John Olomu reqbinin dünya üzərində gördüyü ən güclü isimlərdən idi. 120 kiloqram çəkiyə və 2 metrə yaxın boya malik olmasına baxmayaraq, meydanda çevik hərəkətləri ilə rəqiblərini çaşbaş salan Lomudan hər kəs çəkinirdi. Həlledici qarşılaşma 1995-ci il iyunun 24-də Johannesburgda 63 min nəfərlik Ellis Park stadionunda keçirildi. Finaldan əvvəl Springbok formasında meydana daxil olan Mandelanı bütün stadion ayaqüstü alqışlayırdı. Bu hadisə Cənubi Afrikada ağ və qaradərililərin birlikdə eyni simvol altında birləşdiyi tarixi bir an idi. Bu yalnız reqbi oyunu deyildi. Bu bir xalqın birlik nümayişi, yeni Cənubi Afrika Respublikasının güzgüsü idi. Gərgin keçən qarşılaşmanın əsas vaxtı 9-9 hesablı bərabərliklə başa çatdı. Əlavə vaxtda isə Joel Stanskerin drop zərbəsi ilə Cənubi Afrika 15-12 hesabı ilə qalib gəldi. Görüşdən sonra da Mandela meydana daxil olaraq Kuboku şəxsən özü kapitan François Pienaara təqdim etdi və ona bu ölkə üçün etdiklərinə görə təşəkkürünü bildirdi. François isə cənab prezident, biz sizə bütün xidmətlərinizə görə təşəkkürümüzü bildiririk deyə cavab verdi. Düşünürəm ki, bu çox ağıllı və müdrik bir addım idi Nelson Mandela tərəfindən. Çünki Dünya Kuboku gedişində də hələ əhalinin hamısı pozitiv yanaşmırdı bu komandaya və onun da həmin yığma komandanın formasının geyinməsi ilə və o başına yığma komandanın papağını da keçirmişdi və komandalara uğurlar arzulaması və bir belə insanın içində stadionda bu formada çıxması demək olar ki, ən kulminasiya nöqtəsi idi. İnsanlar gördülər ki, ölkənin lideri həqiqətən də bu komandaya inanır və milli komandanın bu rəmzinin gələcəyin və pozitiv dəyişikliklərin rəmzinə çevrilməsini gördülər və məsələ bu formanı geyinəndən sonra fikir vermisinizsə, qaradərililər, ağdərililər hamısı birlikdə başladılar komandanı dəstəkləməyə və bu da eyni zamanda yığma komandaya möhkəm güc verdi və oyunda
bir dənə də olsun məhsuldar cəhd olmadı. Yəni reqbidə məhsuldar cəhdlər var və cərimə zərbələri var. Əlbəttə ki, Yeni Zelandiya komandası hücumda çox güclüdür. Demək olar ki, dünyada nömrə 1-dir. Amma Cənubi Afrika müdafiəni qurmaqla və sonadək mübarizə aparmaqla həm öz xasiyyətlərini göstərdilər, həm də oyunu uzatma dəqiqələrinə aparıb drop qol vasitəsilə qələbəni qazana bildilər. Zənnimcə Nelson Mandelanın o hərəkəti kulminasiya nöqtəsi idi. Həmin gün Cənubi Afrikalı reqbiçilər adlarını tarixə yazdırdılar. Ancaq ən azı onlar qədər sevilən bir isim də var idi. Nelson Mandela. François Pienaar kuboku qaldırarkən onun arxada uşaq kimi sevinməsi də tarixi məqam idi. One of the things that is difficult for me to comprehend is that we spent such a long time here. Mən ömrümü Afrika xalqının mübarizəsinə həsr etmişəm. Mən təkcə ağların yox, qaraların da hökmranlığına qarşı mübarizə aparmışam. Bütün insanların bərabər imkanlarla yaşadığı demokratik və azad bir cəmiyyət ideyasını yüksək qiymətləndirirəm. Bu, yaşamaq və nail olmaq istədiyim bir ideal quruluşdur. Əgər lazım gələrsə, bu ideal uğrunda ölməyə hazıram. Bəli, Springbok dünya çempionu oldu. Lakin kubokdan daha artığını Cənubi Afrika Respublikası qazandı. Bəzən böyük dəyişikliklər üçün silah yox, sadəcə bir təbəssüm, bir jest, bir oyun kifayət edir. Mandela bir formayla, bir salamla, bir oyunla millətini bir araya gətirməyi bacardı. 1995-ci il Reqbi Dünya Kuboku yalnız idman yarışı deyildi. Bu unudulmaz bir barış anı idi. Biz də bu yadda qalan anı xatırladıq. Növbəti buraxılışlarda görüşənədək.